Peyğəmbər xanım haqqında elə bir söz deyib, salamullah əleyha. Bunu heç kəs haqqında deməyib. Qur'an-ı Kərimə əsasən möminlərin anası kim hesab olunur? Qur'andır. Peyğəmbərin həyat yoldaşları. Qur'an-ı Kərimə əsasən Peyğəmbərin həyat yoldaşları möminlərin anasıdır. Bu ayə nazil olandan sonra xanım Fatimə-i Zəhra salamullah əleyha gəldi Peyğəmbərin huzuruna və Peyğəmbərə dedi ki, bəs mənim haqqımda Peyğəmbər ona buyurdu. Cümləyə bax. Qucaqladı, nəvaziş göstərdi. Əgər qadınlar möminlərin anasıdırsa, sən mənim anamsan. Peyğəmbər də iman gətirənlərin, möminlərin birincisidir də. Öz həyat yoldaşı möminlərin anasıdır. Bəs Peyğəmbərin anası kimdir? Peyğəmbər deyir ki, sən xanım Fatimə Zəhra mənim anamsan. Və məşhur ləqəb ki var, Ummu Əbiha. Mərsiyələrdə eşidəsiniz. Bu, bəli, atasının anası. Ummu Əbiha ləqəbidir. İndi bu kəlmə haqqında alimlər bəhs açıblar. Peyğəmbərin anasıdır, yəni nə? Boş-boş tərifləmir. Əgər deyirsə qızına atasının anası, indi möminlərin anası Peyğəmbər həyat yoldaşlarına təhqir eləmək olmaz, söymək olmaz. Möminlərin anası olan Peyğəmbər zövcələri haqqında biz pis danışmayaq, onlara hörmət eləyək. Bir adam ki, Peyğəmbərin anası olsa, onun hörmətini gərək nə qədər saxlayaq?